Necədir? Get-gedə pisləşir insanların yaşayış durumu. Çünki bahalaşma gedir bir tərəfdən. İnsanların maaşları nisbətən azdır. Pensiyalar azdır. Məsəl üçün 80 manat verirlər veterana. 80 manatla nə edə bilərsən? Nə, heç bir iş görmək olmaz. Yəni insanların durumu bahalaşmaqla əlaqədar olaraq benzinin qalxması, nə bilim mən nəyin qalxması ilə, neftin qalxması ilə əlaqədar neft bahalaşır, gərək bizə çoxlu, bilmirəm neçə ilə qəbul ediblər bizi. Dövlət büdcəsini? Büdcəsini, bəli, neft. Amma 40 ilə mı qəbul ediblər? Keçən ilki rəqəmlərə əslən bəli o civardaydı, amma dəqiq rəqəmləri mən dəqiqləşdirib sizə deməliyəm. Bəli, mən bilmirəm neçədir. Valla indi deyirlər 75-dən yuxarıdır bu saat bir bareli neftin. Bu qədər pul gəlir ölkə, bu qədər şey gəlir, yenə də insanlar çox pis gündə yaşayır, açıq deyirəm. Azərbaycan belə yaşamalı deyil. Azərbaycan xalqının haqqı var yaxşı yaşamağa. Deputatlar gərək çox çalışsınlar, bunları ortaya çıxarsınlar və insanlara kömək eləsinlər. Xüsusi qanunları onlar verirlər, onlar qanun versinlər və insanların refah halı yaxşılaşsın. Heç olmasa özünü dolandıra bilsin insanlar. Konkret olaraq, məsələn, sektorlardan danışsaq, bugün siz səhiyyədə kifayət qədər məlumatlısınız. Bəli. Səhiyyə işçilərinin bugün durumu kifayət qədər gəlir ki, bəzi mənbələrdə yaxşı qiymətləndirilir. Yəni ki, onların aldıqları əmək haqqı. Ümumiyyətlə, səhiyyədə bu necədir? Bu balans qorunurmu? Məsələn, deyək, həkimlərlə tibb bacıları arasında, yəni bir kifayət qədər ciddi bir uçurum qədər fərq var mən bildiyimə görə. Bəli, çox fərq var. Tibbi bacısına çox aşağı maaş verirlər. İndi həkimlər bu saat yeni qurtaran həkimlər 1000-1200 manat maaş alır. Pis maaş deyil, hələlik yeni başlayan həkimlər üçün. Amma o uzman var, ona uski spesialist deyirdilər, Rus dövlü, o vaxt Ruslar belə. Yəni, əsas bir sahənin həkimi, bir dəqiq bir orqanın həkimi məsələn. Bəli. Qaraciyər. İxtisas həkimləri. İxtisas həkim, bəli. İxtisas həkimləri alır 6000, 7000, bəli, onlar çox maaş alırlar. Rəqəmlər hətta daha böyükdür. Bu uzman olmayan cərrahlar bəzən 15 min, 15, bəli, cərrahlar var, alırlar, bəli, tamam doğru. Yəni bu balansın pozulması deyilmi? Yəni artıq o xəstəyə, o səhiyyəyə tibb bacısı da xidmət edir. Bəli. Digər səhiyyə bir qulluqçu da xidmət edir. Həkim də xidmət edir. Buna qanun çıxarılmalıdır, qardaşım. Bircə şey deyim, xaricdə bir alim Nobel mükafatı alır. Məsələn, bir fizik deyib, bir Nobel mükafatı alır. O Nobel mükafatı 1.542.000 dollardır. Onun hamısını o alim özü almır. Orada süpürgəçi var, orada laborant var, hərəsinin öz faizi var, öz adı var. Hamısına paylayırlar bunu. Amma bizdə məsəl üçün süpürgəçi azalır, məsəl üçün nisbətən, laborant azalır. Medsestrə, xəstəyə qulluq edən medsestrə azalır maaşı. Həkimlə onun arasında bu 6000 manat alır, bu da azalır. Buna da bir qədər heç olmasa 700, 800, 1000 manat versələr yaxşı. O da olmur da, həkimə də 1000 manat verirsən yeni. Medsestrə də 1000 manat vermək olmaz. Həkim 6-da oxuyur. Sizin fikrinizcə 1000 manat, 800, 700, 800 min manat maaşla bugün orta aylıq bir Azərbaycan ailəsi keçinə bilər mi? Yox, keçinə bilməz, yox. Mümkün deyil. Bəs Rəşid müəllimin özü necə? Bugün əməkdar müəllim, səhiyyə işçisi kimi aldığı əmək haqqı onu qane edirmi? Mən, bilirsən, əmək haqqı təkcə özümə qalsa qane eləyir. Amma mənim evladlarım var. Nəvələrim var. Az maaş alırlar onlar. Açıq deyirəm, 700 manat, kürəkənim var, 450 manat maaş alır. Bununla yaşamaq olmur, onlara kömək eləmək lazımdır həm də. Bəli. O baxımdan mənə də çatmır. Mən özdə bu saat 2 yerdə işləyirəm. 6-cı günlər xəstə qəbul edirəm və 5 gündə Medunus'da işləyirəm. 86 yaşım var, 87 yaşıma keçirəm bu büyük. Özümüzə qalsa məsəl üçün, mən yaxşı yaşayaram. Amma insanı əhatə edən mühit də var. Evlatlar var, nəvələr var, yaxşı yaşamırlar onlar. Məsələn, Avropa ölkələrində həkimləri götürsək, müəllimləri götürsək, 60 yaşdan sonra onlar çalışmaq istəmirlər. İstirahətə gedirlər, dünya ölkələrini gəzirlər. Onlar düz eləyirlər. Onlar çünki yaxşı maaş alırlar. Yaxşı maaş verirlər onlara. Bizim məsəl üçün pensiya alırsan, məsəl üçün 1000 manat pensiya alırsan. O 1000 manat pensiya 6 ilə hesablanıb, məsəl üçün. 12 ilə hesablanıb, məsəl. Onu bir dəfəli bir qoy geçsin, bəlkə 6 il yaşamayacaq. Pensiya qanunla, məsəl üçün,
65 yaşında pensiya verirlər də bizdə. Elə deyilmi? 63 yaş, 65 yaş. 63 Kişilərdə bəli 65, xanımlarda isə 63 yarım. yaş. Bəli. Bu 63 yaşında ölmədi. Bu adam 62 yaşında öldü. Pensiya çıxmamış bu adam öldü də, düzdürmü? Onun pensiyon fondu veriblər. Onun pullarını kimə verirlər?